ölkə ərazisində güclü külək əsir, qar yağır və bəzi yerlərdə duman müşahidə olunur. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata görə yanvarın 14-ü saat 10-a olan məlumata əsasən ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir. Dağlıq və dağətəyi rayonlarda qar yağır, bəzi yerlərdə yağıntılar intensiv xarakterlidir. Yağan qarın hündürlüyü Əlibəylidə, Zaqatalada 30, Şahbuzda 29, Sarıbaşda, Qaxda 23, Qubada 20, Şəkidə 15, Kəlbəcərdə 13, Laçın, Xınalıq, Qubadlı və Qusarda 10, Xaltan və Şahdağda 9, Altağac və Gədəbəydə 8, Zaqatalada 6, Şuşada 5, Xankəndi, Qobustan və Daşkəsəndə 4, Şamaxı və Sədərəkdə 3, İsmayıllı və Şərurda 2, Balakən və Xocalıda isə 1 sm-dir. Qeyd olunub ki, bir sıra ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Mingəçevirdə 26, Neftçalada 24, Gəncə, Tərtərdə 20, Ağstava, Şəmkirdə 18, Bərdədə 16, Yevlaxda 15 metr/saniyəyədək güclənir. Quba, Qusar, Şəki, Qax, Göygöl, Xaltan, Göyçay, Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 500 metrədək məhdudlaşır. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan Muxtar Respublikasında 7, dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.